İzləyicilər, salamlayıram sizi. Maçdağa kəndindən şəxsi tikili evin çəkilişinə gəlmişik. Baxın, bu ev şəxsi tikilidir. Orta təmirlidir. Evin içini göstərəcəm sizə. Bəzi işləri qalıb. 5 sot yarımın içində. Baxın, 5 sot yarımın içində yerdən kürsülü 6 qarac. Belə bir evimiz satışdadır. Bütün kommunalları mövcuddur. Baxın, suyun sayğacı, qazı, işığı, hər bir şey yerli yerində. Həyətdə əldamı var, sanitar qovşağı var. Aşağısı qarajdır. Bu qapıdan girdik. Evin əvvəli. Keçirik arxa tərəfdə həyətimizlə də sizi tanış edeyim. Ümumi həyət ev daxil 5 sot yarımdadır. Paket kupça. Yəni çıxarışlandı, paket çıxarışlı, paket kupçadır. Həyətdə yaşayış yoxdur. Yəni bəzi nüanslar ola bilər, natəmizlik olar. Həyətdə yaşayış yoxdur. Bu da həyətin evin arxa tərəfinə düşən həyətimiz. Baxın belə bir kvadrat həyətdir. Daş düzülüb. Səliqəli şəkildə. Bu da həyətin arxa tərəfindən evimizin görünüşü. Belə bir balkonu var. Şüşəbənd yerdir. Evin aşağısını da göstərim sizə. Ev demək olar ki 2 mərtəbədir. 6 qarac 2 mərtəbədir. Bu evin aşağı hissəsidir. Üstünü təmir elətdirib tam yaşayışa uyğundur. Yəni istəyən adam kimə uyğundursa aşağısını da özü üçün ev eləyə bilər. Keçək evin içi ilə də sizi tanış edeyim. Baxın evin içinə də. Ev təmirlidir. Yəni bəzi maddi cəhətdən pul çatmadığına görə bəzi işləri qalıb. Paket kupçadır, şəxsi tikilidir. Baxın yerdən qalxdıq evə. Paket kupça şəxsi tikili. Yerləşmə yeri də Maçdağda ideal yerdir. Harda yerləşir? Unvermağın kəndin mərkəzi. Kəndin mərkəzi Köhnə bazarın yanı. Unvermağın arxası. İndi yəni çay verilir oranı. Unvermağın arxasında. 187 nömrəli məktəbin arxa hissəsi. Məktəbə çox yaxındır. Qapısına qədər asfaltdır. Baxın, evin içinə girdikdə bu sanitar qovşağı hamam. Yəni pul qurtardığına görə bu vəziyyətdə qalır. Bu zaldır. Zalın studiya, mətbəx nəzərdə tutulub. Yəni bura Allah qoysa mətbəx olacaq. Bu həyətə açılan, baxın göstərim sizə. Belə bir qəşəng səliqəli balkonu var. Bu həyətə açılır. Səliqə ilə göstərim sizə. Və 2 yataq otağı. Ümumi ev 3 otaq, studiya, mətbəx. Bu bir geniş həcmli yataq otağıdır. Baxın. Boy çəkilib, hər bir şey yerli yerindədir. Baxın, bunun da öz həyətinə açım göstərim sizə. Açılmadı. Açım göstərim sizə. Həyətin qabağına, küçə qapısına baxın. Bunun da belə bir balkonu mövcuddur. Bu böyük həcmli bir yataq otağı. Radiatorun xəttlərinə qədər, baxın, kombi sistemidir. Radiatorun xəttlərinə qədər çəkilib, qoyulub. Keçək o birisi otağı da göstərim. Bu da 3-cü belə bir böyük həcmli yataq otağı. Baxın. Boy çəkilib, hər bir şey yerli yerində. Sadəcə yenə də maddi tərəfdən, yəni pulları qurtardığına görə belə bir vəziyyətdə saxlayıblar. Yəni təkrar edirəm, yerləşmə yeri. Maçdağ qəsəbəsi, Köhnə bazarının yanından, kəndin mərkəzindən bura yol var, Unvermağın arxası. 187 nömrəli məktəbin düz yaxınlığında, arxa tərəfinə düşür. 5 sot yarımın içində 3 otaq, 6 qarac, 2 mərtəbəyə bərabər bu təmirli evin qiyməti 118.000 manat stat qiymət deyilir, 118.000 manat. Paket kupçadır, çıxarışdadır. 118.000 manat. Bu evə gələnmək istəyən kimə maraqlıdırsa, səhifədə qoyulan nömrə ilə əlaqə saxlasın. Nömrəni deyim 051 515 57 74. Əlaqə saxlayın. Bu evi kim bəyənirsə Allah xeyrini versin, alsın. Çox sağ olun izləmədə qaldığınıza görə.